Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 14 iyun 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Qəzetimizin bugün olan buraxılışı 16 səhifədən ibarətdir. İlk səhifəmizdə dünya nizamında regionun aparıcı dövləti, Azərbaycanın dinamik inkişafı, əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir başlıqlı məqalə dərc edilib. Azərbaycanın daxili və xarici siyasət kursu regionun dövlətləri üçün nümunədir. Ölkə bütün sahələr üzrə davamlı inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar daha dinamik fəaliyyət göstərməyə imkan verir. Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib. Bu məlumat isə qəzetimizin ikinci səhifəsində yer alıb. İyunun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Milli Məclisin sədri iclasın Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin il dönümü ərəfəsində keçirildiyini deyib. O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidi tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalamaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Üçüncü səhifəmizdə yer alan məlumatların başlıqlarını diqqətinizə çatdırırıq. Azərbaycanın Müdafiə Naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb, Polşanın yeni səfiri etimadnaməsinin surətini Xarici İşlər Naziri Ceyhun Bayramova təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. Bakıda Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək. Dördüncü səhifəmiz isə Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı yazılara həsr edilib. 15 iyun və Azərbaycanın inkişaf paradigması başlıqlı məqalə bu səhifədə öz əksini tapıb. 1993-cü ilin iyun ayında xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarixi an sonrakı illərdə Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. O dövrdə yalnız fiziki yox, mənəvi dağınıqlıq da dərin idi. Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının və gələcək hədəflərinin başlanğıcı. Bu məqalədə 5-ci səhifəmizdə yer alıb. Hər bir əlamətdar gün, bayram hesabat xarakteri daşımaqla yanaşı, həmin tarixin ölkənin, xalqın taleyində hansı rola malik olduğunu təhlil etmək, indiki və gələcək nəsillərə çatdırmaq üçün geniş imkanlar yaradır. Məsələyə bu kontekstdən yanaşdıqda, əminliklə söyləmək olar ki, Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan 15 iyun 1993-cü ilin ölkəmizin bugünü və gələcəyi üçün əhəmiyyəti misilsizdir. Azərbaycanın xilas, sabitlik və inkişaf yolu, xalqın birliyini, milli ruhunu təcəssüm etdirən gün. Bu iki məqalə isə qəzetimizin 6-cı səhifəsində dərc edilib. Sözgedən ikinci məqalədə qeyd edilir. Gələcəyi üçün böyük fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyev 10 illik hakimiyyəti dövründə fəaliyyətini bütövlükdə respublikamızın çiçəklənməsinə, insanların güzəranının yaxşılaşmasına sərf etdi. Bu baxımdan Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması məhz Ulu Öndərimizin uğurlu siyasətinin bəhrəsidir. 7-ci səhifəmizdə Konstitusiya və suverenlik ilinə həsr edilmiş Müstəqillik və suverenlik xalqımızın ən dəyərli nailiyyətidir başlığı ilə məqalə eyni zamanda elmi praktik konfrans keçirilib və Kürdəmir rayon prokurorluğunda milli suverenlik və hüquqi təminatlar, prokurorluğun rolu mövzusunda seminar başlıqları ilə yazılar yer alıb. 8-ci səhifədə Bakıda Türk Dilli Dövlətlər Birliyi Onkoloqlarının 1-ci konqresi davam edir başlığı ilə məqalə dərc edilib. İyunun 13-də Bakıda Türk Dilli Dövlətlər Birliyi Onkoloqlarının 1-ci konqresi işə başlayıb. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türk dilli ölkələrin onkologlar arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Qəzetimizin 9-cu və 12-ci səhifəsində isə SOCAR-ın transformasiyası, Azərbaycanın enerji tarixinin yeni səhifəsi başlığı ilə əhatəli bir yazı dərc edilib. Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya mərhələsinə qədəm qoyub. Şirkətin əsas məqsədi ənənəvi neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyini davamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir. Günün siyasi nəbzi qəzetimizin 10-cu səhifəsində tutulub. Növbəti sosial paket, vətəndaşların rifahı daha da yaxşılaşdırılır. Dövlət başçısının fərmanı həyata keçirilən siyasətin ardıcıllığını əks etdirir başlığı ilə bu səhifədə yazı dərc edilib.
2025-ci il üçün təsdiq edilən qanunlarla yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması sosial təminat sisteminin daha da gücləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev yanvarın 7-sində yerli televiziya kanallarına müsahibəsində yeni sosial islahat paketinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın həm sosial sahədə, həm də iqtisadi inkişafda tarazlı yanaşma sərgilədiyini ifadə edib. Mədəni intibah və qlobal turizmin yeni ünvanı. Hadisələr kontekstində 11-ci səhifəmizdə bu yazımız yer alıb. Bildirilir ki, Şuşa 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi yeni beynəlxalq status qazanaraq daha bir mühüm mərhələyə qədəm qoyacaq. Qərar Azərbaycanın regional inteqrasiyadakı aktiv rolunun, diplomatik çevikliyinin və mədəni siyasi gücünün beynəlxalq səviyyədə təsdiqidir. Qəzetimizin 12-ci səhifəsində SOCAR-ın transformasiyası, Azərbaycanın enerji tarixinin yeni səhifəsi başlıqlı məqalənin davamı, həmçinin kəhraba zəmilər bolluqdan xəbər verir başlığı ilə maraqlı bir yazı yer alıb. Əzəli yurda dönüş ictimai təşəbbüsün və beynəlxalq diplomatiyanın predmetinə çevrilib. Əzəli yurda dönüş ictimai təşəbbüsün və beynəlxalq diplomatiyanın predmetinə çevrilib başlığı ilə qəzetimizin 13-cü səhifəsində Günün Siyasi Nəbzi rubrikasında yazı yer alıb. Son illər Qərbi Azərbaycana qayıdış istiqamətində qeyri-hökumət təşkilatlarının fəaliyyəti xüsusilə seçilir. Əgər dövlət tarixi yaddaşı qorumağın siyasi daşıyıcısıdırsa, qeyri-hökumət təşkilatları bu yaddaşın sosial və mədəni memarlarıdır. Artıq onlar sadəcə maarifləndirici tədbirlər keçirməklə kifayətlənmir, sənədli filmlər çəkir, kitablar nəşr edir, beynəlxalq tribunalara hesabatlar təqdim edir, mədəni irs nümunələrini bərpa etməyə çalışır və yaddaşın strateji kodlarını yenidən yazır. Hayastanda yeni siyasi qarşıdurma dalğası, Paşinyanın preventiv repressiya modeli başlığı ilə hadisələr kontekstində 14-cü səhifədə məqalə dərc edilib. Nikol Paşinyan son açıqlamalarında ikinci Qaregini vəzifədən uzaqlaşdırmaq niyyətini bəyan edib. Onun təşəbbüsü ilə bütün ermənilərin yeni katolikos seçilməsi üçün xüsusi koordinasiya qrupu yaradılması planlaşdırılır. Baş nazir bu qrupun ilk 10 üzvünü şəxsən özü təyin edəcəyini də qeyd edib. 15-ci səhifədə Dünya Bugün xəbərlər rubrikasında son 24 saatın maraqlı məlumatlar öz əksini tapıb. İsrailin İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər. Türkiyə və Yunanistan arasında siyasi məsləhətləşmələr, ABŞ-ın dövlət borcuna görə defoltla üzləşmə ehtimalı yüksəlib kimi başlıqlı məlumatlar burada yer alıb. Son səhifəmizdə bir də belə tanıyaq rubrikasında Seyid Şuşinski və Al Pacino haqqında məlumatlar yer alıb. Həmçinin qəzetimizin son səhifəsi hava haqqında məlumatla da yekunlaşır. Beləliklə bizim sizə bugünlük çatdıracaqlarımız da bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.